Şəniniz xeyir olsun. Bütün Azərbaycan xalqını salamlayıram. Mən Osmanova Qərənfili qərib qızı İsmayıl rayon Aşağıbaş kəndi. Buradan deyirəm, işsizəm. 2020-ci ildən bəri adımı İsmayıl rayon Məşğulluq İdarəsinə yazdırmışam. Məndən sonra ora gedənlərə məşğulluğun müdiri Kamarxozda xadiməlik verdi, yol süpürmək verdi, mənə vermədi. Kafelər, restoranlar aparırlar, məşğulluğa nömrəni qoyurlar ki, bizə işçi ver. Gedir orada, nömrəni verirlər mənə, başlayırlar kafe, restoranlar ki, biz Qərənfili istəmirik. Neynəmişəm sizə? Bir yaxşı söz deyərdim, amma demirəm. Sizə məni kimi yox, sizə araq içənlər, pafrus çəkənlər, elə yarım çılpaq gəzənlər, hər hoqqadan çıxanlar lazımdır da. Mən siz deyəndən deyiləm deyənə ona görə işə götürmürsünüz. Kimin ki 5-10 manat pulu var, loğalanır. O var dövləti verən Allah bir gecənin içində ala da bilər əlinizdən. Elə hər pulu olan, hər varı olan loğalanmaz. O varı verən Allah acından da öldürə bilər helənçi insanları. Mən gedib çıxacam bizimləsən verilişinə. Hamısında deyəcəm ki, 2020-ci ildən bəri adımı məşğulluğa yazdırmışam. Məndən sonra ora gedənlərə məşğulluq İsmayıl rayon Kamarxoz idarəsində xadiməlik verdi, yol süpürmək verdi, mənə vermədi. Kamarxozun əvvəlki müdürü də mənə Allahdır, yer yoxdur. Sonraki müdürü də Allahdır, yer yoxdur. Kefləri istəyənə iş verirlər, kefləri istəyəməyənə iş vermirlər. Haralarda işləmişəm. Kimlər mənim çörəyimə bahis olub, kimlər nə danışıb, hamısını bircə efirdə deyəcəm. İndi ki, bəzi kafe işlədənlər loğalanırlar arvad sözünə, onun bunun sözünə. Deyirlər ki, biz Qərənfili istəmirik. Gəlməsin, məşğulluğu araya qoyursun, nömrə aparıb qoyub. Neynəmişəm sizə, Yolunuzu kəsmişəm, pulunuzu əlinizdən almışam. Neynəmişəm? Elə mən görən gündən görəsiniz, ay onu mən üçün deyənlər. Niyə aparın məşğulluğa qoyub nömrəni yalvarıb işçi axtarırsınız, sonra da deyirsiniz bizə lazımdır. Mən siz deyəndən deyiləm, ona görə Lənkəran, Masallı, Səlyan, oradan gəlirlər işçilər, bizə imkan vermirlər rayonumuzda kafedə işləyək, çörək pul alaq, özümüzə qazanaq, bir parça çörəyimizi qazanaq. Gələn kimi də kafe, restoran müdürlərin yoldan çıxartırlar, içirlər araqdan, çəkirlər pafruzdan, qəbul eləyirlər patidən, çıxartırlar onu bunu da yoldan, imkan vermirlər ki, biz öz rayonumuzda işləyək. Lənkərana gedib biz işləyirik, Masallıya, Səlyana gedib işləyirik. Gedin öz rayonumuzda işləyin da. Rayonumuzda kafe də var, restoran da var, yol süpürmək də var. Niyə gəlib bizim çörəyimizi əlimizdən alırsınız? Burada işləyən müdürləri, kafe işlədənləri yoldan çıxardırsınız. Niyə imkan vermirsiniz biz öz rayonumuzda çörək pulu qazanaq? Sizin saxlayanlarınız da var, sizə pul verənlər də var. Amma bizim nə saxlayanımız yoxdur, nə gəlirimiz yoxdur. Başqa rayonlardan, adın çəkdiyim yerlərdən gələn qadın işçiləri imkan vermirlər ki, mən də rayonumda, kafedə işləyim, çörək pulu qazanım. Bizimləsən verilişinə gedəcəm, orada açıqlayıb deyəcəm. 2 il bundan qabaqda İsmayıl rayonunun bir kəndində, restoranda işlədim. Sonradan mənim çörəyimə orada bir qadın, bir kişi bahis oldu. Müdürü toğlatdı ki, bunu qoyma da işə gəlməyə. Onu da açıqlayacağım. Hansı restorandır, müdürün də adını açıqlayacağım. Bir də İsmayıl rayonu Məşğulluq İdarəsi mənə 2025-ci ilin fevral ayında götürdü, məhsul parka göndərdi. Orada işləyən afsiyatlar mənə qayıtdı, dedi ki, sən qocasən, biz 18-20 yaşında cavan işçi istəyirik ki, dingildəsin, eləsin, sən çıx get yine. Orada mənim çörəyimə bahis olur. Amma sonra götürdükləri işçilər nə dingilliyən olmadı, nə cavan olmadı. Məni adamsız gördülər.
Hal-hazırda mən işsizəm. Mənə nə kafelərdə vermirlər iş istəyim, işləməyə, nə də restoranlarda, nə də kamarxozda. Mən iş istəyirəm, buradan getməyə Bakıya hazırlaşıram. Bizimlə sən verilişinə gedəcəm, yerindən oynayacaq. Sonra heç kim məndən inciməsin. İndi ki, kafelər, restoranlar deyirlər ki, biz onu istəmirik. Kimlər məni üçün, hansı kafe işlədənlər məni üçün nə deyiblər, onların valideynləri nə deyib, bircə hamısının uşağından tutmuş böyüsünə kimi, təvəllüdünə kimi, adına kimi, nəslinə kimi adını çəkəcəm. Ondan sonra yerindən oynayanda məndən incimir. Bir İsmailidə, kafelərdə, restoranlarda, kamarxozda bir parça çörəyi mənə çox görür. Heç Allahdan qorxub bəndədən utanmırlar.